illər peşə məktəblərində verilən təhsilə münasibət birmənalı olmayıb. Bunun obyektiv və subyektiv səbəbləri var. Burada əsas müzakirə mövzusu da verilən təhsilin keyfiyyəti ilə bağlıdır. Lakin artıq bir müddətdir peşə təhsilinin statusunun qaldırılması üçün addımlar atılır. Prezident İlham Əliyev dekabrın 5-də peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Mütəxəssislər düşünür ki, bu sərəncamla dövlət ilk dəfə olaraq məşğulluğu ali təhsilin kütləviləşməsi ilə deyil, praktik səriştələrin genişləndirilməsi ilə artırmağa hədəfləyir. Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı deyib ki, bu sərəncam peşə təhsili sisteminin tarixində yeni və strateji mərhələnin əsasını qoyacaq. Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 dekabr tarixli sərəncamına əsasən 2026-2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə müəssisəsinin tikintisi və ikisinin əsaslı təmiri həyata keçiriləcəkdir. Bu sərəncam peşə təhsili sisteminin tarixində yeni və strateji mərhələnin əsasını qoyur, insan kapitalının gücləndirilməsinə, eyni zamanda əmək bazarının real tələblərinə cavab verən, müasir ixtisasların tədrisi baxımından mühüm əhəmiyyət daşıyır. Sərəncam peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini, işə götürənlərlə əlaqələrin genişləndirilməsini, müasir bazarlıqlara söykənən tədris mühitinin yaradılmasını, eyni zamanda idarəetmə sistemində səmərəliliyin artırılmasını əsas prioritet istiqamətlər kimi müəyyən edir. Bu yanaşma peşə təhsilinin nüfuzunun yüksəlməsinə və gənclərin dayanıqlı məşğulluğuna birbaşa töhfə verəcəkdir. Bugün biz də Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olduq. Bu təhsil müəssisəsində dünyada ən populyar ixtisaslardan biri olan bərpa olunan enerji, qurğu və avadanlıqlarının istismarı ixtisası da tədris olunur. Mərkəzimizdə 30-dan artıq ixtisaslar tədris olunur. Burada təhsil alan 1160 tələbə, 111 nəfər mühəndis pedaqoji heyət tədris həyata keçirir. Mövcud olan emalatxanalarımızla yanaşı, hal-hazırda müəssisədə yeni tikilən binada yeni emalatxanalar da fəaliyyət göstərir və yeni emalatxanaların fəaliyyəti ilə bağlı bizim yeni ixtisaslarımız da növbəti tədris ilindən fəaliyyət göstərəcək. Növbəti tədris ilində biz yeni ixtisaslardan kran maşinisti, avtomatika bu ixtisasların tədrisini nəzərdə tuturuq. Mərkəzimizi bitirən uğurlu məzunlarımız var ki, hal-hazırda Bakıda və Bakı ətrafı qəsəbələrdə və rayonlarda müxtəlif vəzifələrdə fəaliyyət göstərirlər. Hazırda təhsil müəssisəsinin özəl şirkətdə çalışan məzunlarından biri deyir ki, burada aldığı peşə təhsili onun üçün ilk real iş bileti olub. 33 yaşım var. 2024-cü ildə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinə qəbul olmuşam. 2025-ci il məzunuyam, uğurlu məzunlardan biriyəm. İxtisasca elektrikəm. Hal-hazırda Paşa Property Managementdə elektrik texnik vəzifəsində çalışıram. Çalışırdım, yəni qəbul olmuşdum, ancaq ki, vəzifə olaraq texnik vəzifəsində çalışırdım. Gəldim, təhsil aldım. Təhsil alandan təbii ki, diplom alandan sonra iş yerinə məlumat verildi, bildirildi və məndə vəzifə dəyişikliyi baş verdi. Orada usta vəzifəsində elektrik kimi hal-hazırda çalışıram, vəzifəmdə dəyişikliyi baş verir. Mərkəzin müəllimləri isə deyir ki, mərkəz şagirdlərin bərpa olunan enerji sahəsində praktiki bacarıqlarının artırılması üçün yeni imkanlar yaradır. Alternativ enerji qurğu avadanlıq istismarı üzrə mükəmməllik mərkəzidir hal-hazırda olduğumuz emalatxana. Həmçinin günəş panellərinin quraşdırıcı ixtisası üzrə burada tədris aparılacaq. Fevral ayından təmirə başlanılıb, həm təmir, həm də avadanlıqların verilməsi mərhələsi aparılıb. Quraşdırma dövrü ərzində müxtəlif günəş panelləri, günəş kollektorları, hibrid sistemlər, invertorlarla təchiz olunub. Yəni alternativ enerji ixtisası üzrə, günəş panellərinin quraşdırıcı ixtisası üzrə bütün tam təchisat həyata keçirilib. Məktəb binamızın həyətində 10 kW-lıq yeni günəş panelindən ibarət olan bir sistem quraşdırılıb və biz o sistemi hal-hazırda onlayn şəkildə izləyə bilərik. Təxminən ay ərzində 100-150 manat yəni enerjiyə qənaət hesablanır. İllik hesabatda isə bu avtomatik olaraq təxminən 1500-2000-ə yaxın yəni bizim məktəb binasında elektrik
enerjisinin sərfiyyatına yəni qənaət eləmiş oluruq. Günəş paneli vasitəsilə biz bildiyimiz kimi günəşin enerjisindən elektrik enerjisi alırıq, amma bu kollektor vasitəsilə isə istilik ala bilirik. Yəni bu kollektor vasitəsilə biz günəş enerjisindən hava isitmə sistemlərində və yaxud da su isitmə sistemlərində istifadə edə bilirik. Tələbələr də öz fikirlərini bölüşərək dedilər ki, praktik dərslər motivasiyanı artırır, əldə etdikləri bacarıqlar isə gələcək peşə seçimlərini daha aydın edir. İqtisad Universitetini bitirmişəm, maliyyə və kredit üzrə. Lakin sonradan qərara gəldim ki, günəş panelləri sistemlərində perspektiv daha yüksəkdir. Onun üçün mən peşə mərkəzini seçdim. Burada çox yüksək səviyyədə bizə dərs keçirlər, tədris keçirlər. Həmçinin biz laboratoriyada məşqlər aparırıq. Peşə təhsili alan şəxs istənilən ölkədə, istənilən yerdə rahat, asan həm iş tapa bilər, həm öz işini qura bilər bu ixtisas üzrə, bu sahə üzrə. Açığı texnika və texnologiya marağım yüksək olduğundan bu sahəyə marağım oldu. Və bir növ Azərbaycanda bu sahəyə meyil olduğu üçün, inkişaf olduğu üçün biz də bu sahəni seçdik. Həm də maraq bizə çoxdur, aslında. Marağımız var bu sahəni öyrənməyə. Ən azından təbiətə qorumaq üçün, kəsintisiz enerji əldə etmək üçün çox gözəl bir fürsətdir. Yeni sərəncamın icrası peşə məktəblərinin həm maddi-texniki bazasına, həm də tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə təkan verəcək. Bu isə sanki uzun illər toz basmış peşə təhsili dəhlizləri üçün yeni nəfəslikdir. Artıq peşə məktəbləri yalnız diplom verilən məkan statusundan çıxaraq, real bacarıqların yoğrulduğu bir ocağa çevrilmək istiqamətində addımlayır. Mütəxəssislər deyirlər ki, bu proses uğurla davam edərsə, yaxın illərdə ali təhsil almaqla bağlı beyinlərdə formalaşan stereotip dağılacaq.